Salam abituriyentlər, hamınızı salamlayıram. Əvvəlcədən sizə xahiş edirəm bizim YouTube kanalımıza abunə olasınız. Biz bugünkü DİM toplu testindən, Albaniya mövzusundan çətin, yəni uşaqların çətinlik çəkdiyi suallara aydınlıq gətirəcək və öz qeydlərimizi aparacaq və bu video çəkilişdən, testlərin izahından abituriyentlər yararlana bilər. Əvvəlcədən hamınıza təşəkkürümü bildirirəm. Albaniya DİM toplu testindən Albaniya mövzusunda birinci sual, eradan əvvəl 65-ci ildə baş vermiş vuruşmanın nəticəsi, yəni döyüşün nəticəsi. Hamımıza məlumdur ki, əziz abituriyentlər, 66-cı ildə Kür sahili döyüşü baş verdi. Roma sərkərdəsi qeydi nəzərimizə saxlamalıyıq ki, yaddaşımızda. O dövrdə Romada Respublika dövrüdür. Bəzən uşaqlar özlərin karıxdırır, başqa səmtə gedirlər testdə, imperiya qoşunları ilə mübarizə aparmasını da götürürlər. Biz bilməliyik ki, Roma Respublika dövrü eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 27-ci ilə qədərdir. Pompeydə 66-65-ci ildə əgər Alban qoşunlarına mübarizə aparıbsa, yadımızda saxlamalıyıq ki, o Respublika dövrünə düşür. Yazıb biz bilirik ki, bu Qanıq-Alazan döyüşüdür. Bu döyüşün adı iki adla səslənir. Həm Qanıq, həm də Alazan çayı döyüşü. Tərəflər buradan bir il qabaq 66-cı ildə Kür döyüşündə Alban hökmdarı Oros iştirak edib. Roma ordusunda isə Pompey nə imperator olmayıb, nə də hökmdar olmayıb. Pompey sərkərdə olub. Alban qoşunlarına, Roma qoşunlarına başçılıq edib. Kür döyüşündə Orosa qalib gəlib, bir il sonra sülhi şərtlərin pozduqlarına görə Albanlar Qanıq sahilində döyüşdə Alban qoşunları ilə yenidən üz-üzə gəliblər, sülhün şərtlərin Albanlar pozduğu üçün. Yəni 65-ci il vuruşması Qanıq çayı döyüşüdür. Qanıq çayı döyüşündə Oros yox, Alban ordusuna Kozis başçılıq eləyəcək. Kozis isə Alban hökmdarı deyil. Kozis sərkərdə idi. Bu qeyddə yadınızda saxlamalısınız. Roma tərəfindən isə Pompey iştirak edir. Deməli, A bəndində deyir ki, Atropatena qoşunları məğlub olub. Bu döyüş Albaniya ilə Roma arasında olubsa, A-nı çıxırıq. Albanlar qalib gəlib, məğlub olublar. Roma sərkərtəsi Pompey qalib gəlib. Cavabımız C bəndidir. Görək D-də nə deyir? Roma sərkərtəsi Antoni qalib gəldi. Antoni Albaniyaya yürüş etməyib. Antoni Atropatenaya yürüş edib. Albaniyaya yürüş edən 36-cı ildə Kanedidir. Roma sərkərdəsi Kanedi. Yeri gəlmişkən Antoni eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısında Atropatenaya yürüş eləyəcək. Yəni Albaniyanın Antoni ilə heç bir əlaqəsi olmayıb. Atropatenaya hücum eləyib o. Həm də ki 65-ci ildə yox, 36-cı ildə. Deməli, bu da getdi. Romalılar müqamətə rast gəlib, geri çəkilib. Bu da səhvdir. Romalılar qalib gəlibsə, niyə biz müqamətə? Romalılar müqamətə rast gəlib, geri çəkildi. Fraspa döyüşünün nəticəsidir. Antoni 36-cı ildə Atropatena hökmdarlarının qış iqamətgahı sayılan Fraspa şəhərində müqamətə rast gələrək geri çəkilib. Deməli, cavabımız Roma sərkərdəsi Pompey qalib gəlib. Yəni 65-ci il Qanıq-Alazan vuruşmasının nəticəsidir. Keçək növbət suallara. Coşqun müəllim, zəhmət olmasa, Feruz müəllim, zəhmət olmasa hansı sualı saxla, təzadlı sualı olsun. Qaldır onu yuxarı. Bəli. 7-ci suala. 7-ci sual. 7-ci sualda əziz abituriyentlər deyir ki, eradan əvvəl 1-ci əsrdə Atropatena və Albaniya tarixinə aid oxşar cəhət. Yəni, qeyd üçün, bax, eradan əvvəl 1-ci əsrdə hər iki dövlətimizə, yəni, həm Azərbaycan cənubundakı Atropatena dövlətinə, həm də Azərbaycan şimalındakı Albaniya dövləti üçün oxşar cəhət olsun. Roma qoşunlarının hərbi yürüşlərinə məruz qalıb. Eradan əvvəl
1-ci əsrdə hər iki dövlətimiz Roma qoşunlarının yürüşünə məruz qalıb. Eradan əvvəl 66-cı il, 65-ci il Kür döyüşü, Qanıq döyüşü bunu sübut edir Albaniya üçün. Eradan əvvəl 1-ci əsrdə Luculla Pompey şərqə yürüşü nəticəsində bir sıra dövlətlər asılı vəziyyətə düşdü. Elə də ki, Atropatena dövləti də asılı vəziyyətə düşdü. Amma Atropatena digər dövlətlərdən fərqli olaraq, əziz abituriyentlər, Romadan tam asılı olmayıb. Bunu da sübut edən mənbəmiz var. Yəni Roma Respublika dövründə işğal etdiyi əraziləri canişinlər vasitəsilə idarə edirdi. Amma o dövrdə 1-ci əsrin 1-ci yarısında Atropatenanı yerli hökmdarları idarə edib deyə o sübut edir ki, yəni Atropatenanı o dövrdə Roma canişinləri deyil, yerli hökmdarlar idarə edib. Bu da bizə sübut elədi ki, Romadan tam asılı vəziyyətə düşməyib Atropatena. Amma mübarizə aparıb. Yəni Roma qoşunlarının hərbi yürüşünə məruz qalmaları. Deməli, bu cavabımız düzdür. Gəlin variantları xırdalayaq ki, niyə B, C, D, Y variantında olan fikirlər niyə eramızdan əvvəl 1-ci əsrdə Atropatena və Albaniya üçün oxşar deyil? Kür sahilində olan döyüşdə Roma qoşunları məğlubiyyətə uğratma. İki səhv var. Kür sahili olan döyüşdə bu oxşar ola bilməz. Albaniya dövləti üçündür. Bizə Atropatena ilə Albaniyanın 1-ci əsrinə aid oxşar cəhət lazımdır, yəni fikir. Kür sahilində olan döyüşdə birincisi Roma qoşunları qalib gəlib. İkincisi də ki, yəni Albaniya tarixi ilə əlaqəlidir. Deməli, oxşar götürənməli. Selevkilərdən siyasi asıllığı qəbul etmələri. Əziz abituriyentlər, biz bilirik ki, Albaniya, Atropatena dövlətlərində, fərqli cəhətlərində Selevklərlə Atropatena müharibə aparıb, Selevklərdən asılı vəziyyətə düşüb, amma Albaniya ilə Selevklərin heç bir münaqişəsi, müharibəsi olmayıb. Həm də Selevklərdən siyasi asıllığı qəbul edib Atropatena. Neçənci ildə 200 eramızdan əvvəl 223-cü ildə 30 il çıxırıq, yəni 190-cı illə qədər Selevklərdən asılı vəziyyətə düşüb. Bu da neçənci əsrdir? Əziz uşaqlar, bu da 3-cü əsrdir. Bizdən isə 1-ci əsri soruşur. Həm də Atropatena Albaniya ilə oxşar cəhət götürə bilmərik. Yenə də deyirəm, Albaniya ilə Selevklər arasında heç bir müharibə olmayıb. Deməli, bu variantda getdi. Midiya dövləti ilə rəqabət apara bilməyib, tənəzzülə uğramaları. Biz bilirik ki, Midiya dövləti 550-ci ildə süqut edib. Eramızdan əvvəl 6-cı əsrin ortalarında. Eramızdan əvvəl 6-cı əsrin ortalarında Midiya, Əhəməni, İranda yaranmış Fars dövləti olan, İran dövləti olan Əhəmənilərin hakimiyyəti altına düşüb. Bizim bu cənub ərazilər, keçmiş Man ərazisi, Midiya ərazisi, Azərbaycan dövlətləri keçdiyib Əhəmənilərin hakimiyyəti altına. Hələ 550-dən 330-a qədər bir Əhəmənilərin hakimiyyəti altında qalacaq. Əhəmənilər də Makedoniya İskəndərin hakimiyyəti altına düşəcək 330-cu ildə. Əhəməniləri süquta uğradan İskəndərdir, Makedoniya İskəndər. Biz isə 323-cü ilə qədər 330-dan Makedoniya imperiyasının hakimiyyəti altında qalmışıq. Albaniya və Atropatena dövləti necə yaranıb? Makedoniyalı İskəndər imperiyası dağılandan sonra deməli 550-dən 321-ci ilə qədər hələ Atropatenanın ilk müstəqilliyini deyirəm, yaranmasın. Yəni 2 əsrdən çox fərq var. Midiya başqa əsrdə süqut edib, Albaniya Atropatena isə 4-cü əsrdə yaranıb. Yəni bir-biri ilə əlaqəsi yoxdur. Deməli, bu da ola bilməz. İskit şahlığı ilə dostluq münasibətləri saxlanılması. Azərbaycanda yaranmış İskit şahlığı 7-ci əsrin əvvəllərində 1-ci yarısında yaranıb, Kür və Araz çayları arasında İskit şahlığının varlığına Midiya dövləti də, əgər burada elə biz Midiya dövlətinə rəqabət aparmağını götürə bilməriksə, İskit şahlığının da elə varlığına eramızdan əvvəl 590-cı ildə Midiya son qoyubsa, bu ildə 3 dənə dövlətin varlığına son qoyulub Midiya tərəfindən. Manna, Urartu və İskit padşahlığı. Deməli, bunu götürə bilməyirsənsə, bunu ayırd eləyə bilirsənsə, əziz uşaqlar, bunu heç götürə bilməzsiniz. Çünki bu il
bu ildən daha sonra olub. Deməli, İskit şahlığı 590-da, yəni 6-cı əsrin əvvəllərində süqut edib, yəni 4-cü əsrdə Atropatena ilə Albaniya dövləti yaranıb, bir-birini görməyiblər, yəni əlaqələri yoxdur. Deməli, bunu da götürə bilmərik. Aydındır uşaqlar. Deməli, növbəti suallarımızdan. Zəhmət olmasa 13-cü xəritə sualı var. Bəli. 13-cü xəritə sualında biz bilirik ki, yazır ki, eradan əvvəl 4-cü əsrin sonu, yəni Makedoniya İskəndər imperiyası süqut eləyəndən sonra Azərbaycan da Cənub ərazilər onun hakimiyyəti altında olduğu üçün bizə İskəndər imperiyasından sonra müstəqil dövlətlər yarandı. Şimalda Albaniya, cənubda Atropatena. Biz bilirik ki, ilk quldar dövlət Manna dövləti olub. Bu ərazilərdə Anazdan cənub Urmiya gölü hövzəsində Manna dövləti. İlk quldar dövlət cənubda Manna dövləti yarandı. Sonradan Manna dövlətindən sonra dövlətçilik ənənələrimizə son qoyuldu. İskəndər imperiyası süqut eləyəndən sonra Azərbaycanda qədim dövlətçilik ənənələrimiz dirçəlməyə başladı. Yəni şimalda müstəqil Albaniya, Arazdan şimalda müstəqil Albaniya dövləti, Arazdan cənubda Atropatena dövləti yarandı. Yəni Atropatena ilk quldar dövlət olmayıb. Yəni ikinci quldar dövlətdir. Amma Azərbaycan şimalda ilk quldar dövlət Albaniya dövləti. Sualda da biz 4-cü əsrdə 2 dövlət yaranıb bizdə Azərbaycanda. Albaniya, Atropatena. 4-cü əsrin sonu, 3-cü əsrin əvvəllərində indi sualın qoyuluşu var. Albaniya dövlətinin paytaxtını müəyyən edin. Albaniya dövlətində quldarlıq quruluşunda yaranıb, feodalizm quruluşunda, yəni erkən orta əsrlər dövründə eramızın 705-ci ilinə qədər mövcud olan dövlətdir. Atropatenadan fərqli olaraq Albaniya dövləti quldarlıq eyni əsrdə yaranıblar, amma erkən orta əsrlər dövrünə qədər 705 ildə bizim erada Albaniya mövcud olub. Albaniya dövlətinin yaranması 4-cü əsrin sonu 3-cü əsrin əvvəlindədir və ilk paytaxtı Qəbələ olub. Yəni Albaniya dövlətin yaranmasını paytaxtla götürürük, əziz abituriyentlər. Bir Qəbələ şəhəri. Hətta biz bilirik ki, Albaniya, Atropatena dövlətləri üçün mənbələri, onların əhalinin həyat tərzi, dövlət quruluşu haqqında, əhalinin təbəqələri haqqında, məşğuliyyəti haqqında bizə Roma, Yunan müəlliflərinin əsərlərindən bizə çoxlu mənbələr var. Məsələn, Roma alimi Böyük Plini məlumat vermişdir ki, öz əsərlərində Plini, Vezuvi dağında sönmüş vulkan var, Etna və Vezuvi dağında vulkanları. O araşdırma zamanı Plini orada həlak olmuşdur. Böyük Plini deyirlər ona. Böyük Plini Roma alimi, tarixçisi bizə məlumat verir ki, əsərlərində Albaniyanın ilk paytaxtı Qəbələ olub, Kabalaka. Bizə oradan da məlumdur ki, Albaniyanın ilk paytaxtı yarananda deməli Qəbələdə əsası qoyulub. Atropatenanın soruşsaydısa 5-i götürərdik, uşaqlar. 3 isə indiki Ərdəbildir, 4 Təbriz şəhərinin yeridir. Deməli, Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri. 1. Bəli. Əziz abituriyentlər, qəbula düşəcək mövzulardan da biri də həmişə Albaniya, Atropatena dövlətlərindən bir sual düşür. Əsassa 3-cü qrupa çətinləşdirilmiş formada salırlar. Hansı sual? Məsələn, 16-cı sual. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Biz bilirik ki, 60-cı illər bizim eradan əvvəl gəlirsə 69, 68, 67, 66. Bunu sağlamaqda uşaqlar, mənim məqsədim bəzən belə suallarda verirlər ki, 1-ci əsrin 60-cı illərinin 1-ci yarısına aiddir və yaxud da 60-cı illərin 2-ci yarısına. Biz bilirik ki, əsri 2 yerə bölürük. 50-50. Məsələn, 1-ci əsr başlayır 100-dən 1-ə qədər. Yəni, eramızın 1-nə qədər yox. Eramızdan əvvəl 1-ci ilə qədər. Yəni, milada qədər davam edir. Eramızdan əvvəl 1-ci əsr 100-dən 50-yə, 51-ə qədər 1-ci yarısıdır. 50-dən də 1-ə qədər 2-ci yarısı.
Elə oxşar, biz 10 illəri də bölürük. Məsələn, 60-cı illərin birinci yarısı. 69, 68, 67, 66, 65. 65 hələ birinci yarısıdır. Belə suallarda düşür, yəni uşaqlara ona görə mən geniş onu başa sallam. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. 2-ci Sarqonun yürüşünə məruz qalması. Biz bilirik ki, 2-ci Sarqon 8-ci əsrdə hakimiyyətdə olub. Yəni, Manna dövləti ilə mübarizə aparıb. Amma biz gəlmişik Albaniya dövlətinin 1-ci əsrin 60-cı illər haqqında. 2-ci Sarqonun yürüşünə Manna dövlətimizin məruz qalıb. Manna dövləti 716-714-cü illərdə 2-ci Sarqonun yürüşünə məruz qalıb, həm də 2-ci Sarqon Manna ilə müttəfiq olub. Deməli, 8-ci əsrdə 2-ci Sarqon yaşayıbsa, hətta onun hakimiyyət illəri 725-ci illərə təsadüf edir. Yəni, Manna ilə əlaqəsi varsa da 4 əsr yaşamayacaq, 5 əsr yaşamayacaq 2-ci Sarqon, yəni 500 il yaşamayacaq, o məntiqlə də yanaşmaq olar. Deməli, Manna dövləti ilə Aşşur dövlətinin heç bir əlaqəsi yoxdur. Aşşur dövlətinin hökmdarıdır 2-ci Sarqon. 605-ci ildə sübut eləyibsə, gəlmişik 1-ci əsr Albaniyaya Sarqonla əlaqəsi ola bilməz. Alban döyüşçülərinin Qavqamela döyüşündə iştirak eləməsi. Birincisi, Qavqamela döyüşü olub 331-ci ildə eradan əvvəl. 331-də heç Albaniya dövləti yox idi. Alban tayfaları Qavqamela, Alban, Kaspi, Sak tayfaları Əhəmənilərin hakimiyyəti altında olduğumuz üçün hələ 330-cu ilə qədər Əhəməni hökmdarı 3-cü Daranın tərəfində İskəndərə qarşı vuruşmuşuq. Heç onda Alban dövləti yox idi, nə də Qavqamela döyüşü özü 4-cü əsrdə olub. Deməli, bunu da götürə bilmərik. Bizim qeydimiz eramızdan əvvəl 60-cı illərə aid olsun. Paytaxt şəhərinin Kazak olması. Paytaxt şəhəri Kazaka Atropatena dövlətinin paytaxtıdır. Bizə isə sualda Albaniya dövlətinin 1-ci əsrin 60-cı illər tarixinə aiddir. O öz tərəfindən idarə edilməz. Bəli, bunun məntiq lazımdır, uşaqlar, məntiq. O öz tərəfindən Albaniya dövləti necə idarə oluna bilər? Bunu sıracı Kür sahili döyüşü ilə götürə bilərik. 66-cı ildə eradan əvvəl Pompey Albaniyaya yürüş elədi. Kür sahili döyüşündə Alban qoşunlarına, Alban dövlətinə dövlətinin hökmdarı yazır ki, qədim Albaniya hökmdarı həmin döyüşdə Oroyus Pompey'ə qarşı müqavimət göstərdi. Bizə orada aydın oldu ki, 60-cı illərdə Oroyus idarə eləyib. Deməli, cavab Oroyus tərəfindən idarə edilməsi. Tələsimin uşaqlar, testi həmişə cavab tapan kimi, yox A-dadır, B-dədir, C-dədir, orada qalan o 4 varianta da fikir verin. Onda siz biliklərinizi, yəni yaddaşınızı gücləndirirsiniz. Bunu burada taparsan, aid olmayan, gələn testlərdə sənə lazım ola bilər. Urartu, deməli, variantlarsa bu da aid olmayacaq, amma izah edirəm. Y-də isə deyir ki, Urartu qoşunlarının ağır məğlubiyyətə uğradılması. Urartu dövlətinin varlığına yenə də 590-cı ildə son qoyulub. Oradan eradan əvvəl sən gəlirsən 1-ci əsr Albaniya necə mövcud ola bilər? Əlaqəsi yoxdur. Deməli, cavabımız eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində Oroyus tərəfindən idarə edilməsi. Bizə də o hansı məntiqlə gəlir? Kür döyüşündə 66-cı ildə Kür döyüşündə iştirak eləyib. Deməli, o hökmdar iştirak eləyibsə, dövləti idarə, fəhmdir ki, Firuz müəllim idarə eləyəcək. Deməli, çətinlərə, Firuz müəllim, o Venn diaqramlarda hökmdarların hansısa dövlətinə fərqli cəhət. Əhsən. 40-cı sual. 40-cı sualda Venn diaqramıdır. Venn diaqramda əziz abituriyentlər, biz hər hansı ki hökmdarı və yaxud 3 hökmdarı, hər hansı 2-3 dənə dövlət nağara bilərik, oxşar fərqli cəhətləri tapmaq üçün bu. Əslində bu təfəkkürü inkişaf elətdirən test üsuludur da bunlar, eləmi? Deməli, qədim Atropatena 1, Albaniya 2, oxşar, hər iki dövlətə oxşar 3 ilə qiymətləndirəcək. Yəni, 3-cü də, yəni oxşarda. A-da deyir ki, yəni Venn diaqramda Atropatena və Albaniya dövlətlərin biz nağaracaq
oxşar fərqli cəhətlərini tapacaq. A-da deyir, əziz abituriyentlər, eradan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalması. Gəlin görəyim, eradan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalması. Burada 2 dənə oxşar. Bəli, eradan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalıb. Yəni, hər hansı bir xarici dövlət görə hücum edib, eradan əvvəl 1-ci əsr. 1-ci əsrin 1-ci yarısında. Bakı testdə izah elədim. Luculla Pompei Atropatena və Albaniya yürüş edib. Yəni, Luculla Atropatena, Albaniya isə Pompei yürüş edib. Həm eramızdan əvvəl həm 1-ci əsrin 1-ci yarısında da yürüşünə məruz qalıb Romanın 2-ci yarısında da. Bax, izah edirəm. 1-ci əsrin 1-ci yarısında Luculla Pompei yürüş edib. Bayaq dediyim kimi, Atropatena tam asılı olmayıb, amma Albaniyanı məğlub ediblər. Kür və Qanıq döyüşündə. Deməli, biz bu cavabımızı götürürük. Gəldik eramızdan əvvəl, bizdən axı 1-ci əsr soruşmayıb 1-ci yarısı, 2-ci yarısı. Amma mən onu əlavə eləyərək, uşaqlar yaxşı qavrasın deyib bana, 1-ci əsrin 2-ci yarısında da Atropatena, Albaniya xarici müdaxiləyə məruz qalıb. 36-cı ildə Atropatena Antoninin yürüşünə məruz qalıb, Albaniya isə Kanidinin, Roma sərkərdələrdir. 36-cı il yarı uşaqlar 50 ilə 1 arasındadır. Ona görə 2-ci yarısı deyirəm. Fərqin soruşsuq isə Antoni məğlub olub Atropatenada. Atropatena asılı vəziyyətə sala bilməyib, amma Kanid Albaniyanın asılı vəziyyətə salıb. Həm də Kanid Albaniyaya yürüş eləyəndə hökmdar Aranilər sülaləsinin nümayəndəsi Zober idi. Hətta orada Zober, yəni İberiya hökmdarı, Alban hökmdarı Zober öz istəkləri ilə Romanın müttəfiqi olmasını bildirmişdilər. Deməli, eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısında əlavə eləyim ki, Albaniya Atropatenada asılı vəziyyətə düşdü, amma eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısında Albaniya asılı vəziyyətə düşdü, Atropatena yox. O da fərqlərə, yəni buna diqqətlə fikir verin. Deməli, A-nı biz götürürük hara? A-nı biz götürürük oxşara. Niyə? Çünki eramızdan əvvəl 1-ci əsrdə xarici müdaxiləyə məruz qalıblar ikisi də. Əhalinin Yunan yazısı ilə tanış olması. B-ni də oxşara götürəcək. Hələ Atropatena və Albaniya dövləti yaranmamışdan Yunan mənşəli Makedoniyalı İskəndər imperiyasının Azərbaycanın bu əraziləri hakimiyyəti altına düşüb. Makedoniya İskəndərin hakimiyyəti altına düşübsə, elin mədəniyyətinin bu ərazilər təsirinə məruz qalıbsa, Yunanistanı keçəndə uşaqlar sizə aydın olur ki, elin mədəniyyətin Yunanlar yaradıb. Yunanlar öz vətənlərindən kənarda koloniyalar salıblar 8-6-cı əsrlərdə. Yəni 1-ci minilliyin 1-ci yarısında onlar koloniyalar salıblar. Koloniya daimi yaşayış məskəndə. Onlar öz vətənlərindən kənarda məcbur olub gedib koloniyalar salmışlar. Onlar vətənlərindən vururdu, ürəkləri vətənləri ilə vururdu Yunanların. Kənarda yaşasalar da vətənləri ilə, Yunanistanla həmişə əlaqə saxlayırdılar. Ona görə də onlar öz vətənlərin əziz tutduqları üçün özlərin elin, vətənlərin ellada, vətəndən kənarda olduqları üçün özlərin ellada, eldən kənar düşmüş yanı. Və mədəniyyətlərin isə ellinizm mədəniyyəti adlandırırlar. Ellinizm. Deməli, Yunan mənşəli Makedoniyalı İskəndərin də şərqə yürüşü nəticəsində biz Əhəmənilərin hakimiyyəti altında olduğumuz üçün Əhəməni imperiyası, yəni bizim də bu ərazilər İskəndərin hakimiyyəti altına düşəndən sonra hələ Atropatena ilə Albaniya yaranmamışdı. Əhali Yunan mədəniyyətinin təsirinə məruz qaldı. Yunan mədəniyyətinin təsirinə məruz qalmasını sübut edən mənbələr var. Yunan mədəniyyəti Atropatena Albaniya mədəniyyətinə təsir göstərmişdir. Memarlığına, yəni Atropatena Albaniya əhalisinin mədəniyyətinə təsir göstərmişdir. Onun memarlığına, dini ayinlərinə və adət-ənənələrinə, memarlığına təsir göstərmişdir. Məsələn, əhalisinin Yunan yazısı ilə tanış olmasını B-yə, 3-ə niyə götürdüm? Yəni ikisinə də oxşardı. Çünki memarlıqda kirəmitdən istifadə edib hər iki dövlət. Deməli, memarlığına təsir göstərdi. Sonra Atropatena ərazisində Kerifto adlanan
abidə var idi. Onun içərisində girişində Yunan yazısı vardı. Yəni yazısına da təsir edir. Deməli Atropatena yazı ilə tanış olub. Yunan mədəniyyətidir bu da. Sonra Albaniyada Şəkinin Böyük Dəhnə kəndində daş kitaba tapılıb. 1902-ci ildə eramızın 2-ci əsrinə aid Albaniya ərazisində, yəni Şəkinin Böyük Dəhnə kəndində oradan çıxan yazı Yunan dilində idi. O da sübut elədi ki, Yunan yazısı Alban əhalisinin yazısına təsir göstərmiş. Yəni Alban əhalisi Yunan yazısı ilə tanış idi. Sonra tanrılarına inanırdılar. Herakla, Atropatena əhalisi inanırdı Yunan tanrısına. Alban əhalisi isə Zevs, Helios və Selena tanrılar. Zevs göy Allahı, Helios günəş, Selena ay Allahına sitayiş edirdilər. Deməli, hər iki dövlətin əhalisi Yunan yazısı ilə tanış olmuşdur. Yazılarda dedim uşaqlar, Kerifto məbədində Herakla məxsus Yunan yazısı Atropatenaya aiddir. Albaniya dövlətində Böyük Dəhnə kəndində isə daş kitabə tapılmışdır. Onun da üzərində Yunan yazısı var idi. Eramızın 2-ci əsrinə aiddir. Bu da Alban əhalisinin Yunan yazısı ilə tanışlığını sübut edir. Deməli, beyni də üçə götürür. Sonra Araz çayında şimalda yaranır. Biz bilirik ki, Makedoniya İskəndər imperiyası dağılandan sonra Arazdan şimalda Albaniya, cənubda da Atropatena dövləti yaranmışdır. Deməli, üzr istəyirəm, C-yə baxmamışam. Araz çayından şimalda yaranmasını götürürük Albaniya, dini götürürük, qayıdıram C variantına. Eramızdan əvvəl 36-cı ildə Romaya qarşı döyüşdə qalib gəlməsi. Bayaqlarından, yəni bir 5 dəqiqə bundan qabaq elə ondan danışıram. 36-cı ildə həm Albaniya, həm də Atropatena dövlətləri Roma sərkərdələrinin hücumuna məruz qalıb. Biri Antoninin, biri Kanedinin. 36-cı ildə Kanedi, yəni Roma qoşunları Atropatenaya yürüş elədilər. Atropatenada məğlub olub Antoni geri çəkildi. Amma Kanedini göndərdilər ki, Albaniya İberiyanı işğal elə. Kanedi isə onları məğlub edirdi, yəni Albaniyanı. Yəni 36-cı ildə həm Atropatena, həm Albaniya dövlətimiz Roma qoşunlarının yürüşünə məruz qalıb. Amma fərqə bax, 36-cı ildə Atropatena qalib gəlib, Albaniya isə məğlub olub. Burada isə deyir, 36-cı ildə Romaya qarşı döyüşdə qalib gəlib. Deməli, bunu Atropatenaya götürəcək C variantında Atropatenaya götürürük. Y-də də deyir, Seleviklərin yürüşünə məruz qalıb. Bundan qabaqki testlərimizdə də izah elədim ki, Albaniya Seleviklərlə müharibə aparmır. Ona görə də biz Seleviklərin yürüşünə məruz qalmasını Atropatenaya götürəcək. 223-cü ildən 190-cı ilə qədər 3-cü Antioxun yürüşünə məruz qalıb 223-cü ildə. Və onda Atropatena hökümdarı Artabazan idi. Artabazan müdafiəni təşkil edə bilmədi. Ona görə də Seleviklərdən asılı vəziyyətə düşdü. 30 il Seleviklərdən asılı vəziyyətdə oldu 190-cı ildə kimi. Magneziya döyüşündə isə Selevikləri Roma Respublikasının qoşunları məğlub edərək Selevikləri parçalanmasına səbəb oldu bu döyüş. Yəni Seleviklər Magneziya döyüşündən sonra çöktü. Bir sözlə, loru dildə. Yəni parçalanması surətləndi. Məcbur oldu ki, onun hakimiyyəti altında olan dövlətləri hakimiyyəti altında saxlaya bilməməsi ilə. Yəni Atropatenada yenidən müstəqil oldu. Uşaqlar, qeyd, Atropatena ilk müstəqilliyi 321 eradan əvvəl, 223-ə kimi müstəqil oldu. 223-dən 190-a qədər 30 il Seleviklərdən asılı vəziyyətə düşdü. Magneziya döyüşünün nəticəsində isə ikinci müstəqilliyi qazandı. Belə, deməli, Seleviklərin yürüşünə məruz qalan Atropatena. Belə bir cavab var. Yeni də yazıram burada, deyirəm Selevikləri. Seleviklərin yürüşünə məruz qalması Atropatena. Belə bir cavab var. Deməli, cavab 1C-yə 2D, 1C-yə 2D. Cavab C variantı.